Napoli məğlubiyyətindən sonra Qarabağın play-off üçün qızıl şansı var. Ajax baş məşqçisiz qalaraq xaos içində sürünür. İlk olaraq Ajaxın güclü tərəfləri. Hücumda Ajax adətən uzun toplara üstünlük verir. Nəzərə alsaq ki, Ajaxın əsas hücumçusu Wout Weghorst'un boyu demək olar ki 2 metrədir. Həm də ki, həm Oskar Glochun eyni zamanda sol cinah yarım müdafiəçisi olan Götze'un sayəsində sürətli o xəttlər arası paslarla da qol epizodları yaratmağa çalışır. Məsələn, bu epizodda gördüyümüz kimi Götze əgər ona alan verilərsə, uzaq məsafədən belə qapıya zərbə vurmağa risk edir. Daha bir epizoda baxaq. Bu epizodda klassik o həmin dediyim Weghorst'la Götze'un əks hücum zamanı yerini dəyişməsindən əmələ gəlir. Məsəl üçün burada Götze sol cinahdan içəri girərək Qalatasarayla maçda çox təhlükəli bir epizod yaradır. Burada isə mərkəz müdafiəçilerindən biri olan Basın uzun pasından yararlanaraq yenə də baxın uzun pasdan müdafiəçinin arxasından çıxır və Wout Weghorst'a assistentlik edir. Daha bir epizod isə baxın çox sürətli əks hücumda Götze qapıçı ilə üz-üzə qalır. Yəni bu oyun ssenarisi hansıdır? Əgər Qarabağ oyunun müəyyən kəsiyində Ajax öz qapısına sıxsa, hansı ki bizim fikrimizcə qaçılmazdır, xüsusilə birinci hissədə, necə ki Kopenhagenlə olmuşdu, biz Weghorst'dan deyil, məhz Götze'dan ehtiyatlı olmalıyıq. Çünki sürətli ayaqlar Götze'dadır və o top ayağında olanda çox yaxşı sürətli qərarlar verə bilir. İndi isə gəlin Ajaxın zəifliklərindən danışaq, hansını ki, hətta Niderland çempionatında orta komandaları belə kifayət qədər cəzalandırıblar. Ajax cinahları çox rahat şəkildə rəqibə buraxıb. Bundan istifadə edən Okan Buruk çox ağıllı gediş edir. Şallayı cinahın ən sivri ucuna yerləşdirir və Şallayın adi pas qəbul etməsindən sonra baxın az qala bu qol epizodu yaranırdı. Bu hətta mübahisəli epizod idi çünki VAR buna baxdı və penalti görmədi. Amma birinci dəfə Ajaxın bəxti gətirirsə, ikinci dəfə eyni dərəcədə komanda şanslı olmur. Bu dəfə də eyni ssenari, amma bu dəfə bu funksiyanın öhdəsindən Barış Alper gəlir. O birə-birdə öz rəqibini keçir və avtomatik olaraq penalti yaradır. De Zerbi bunu hansı metodda edirdi? Onun ən çox tətbiq etdiyi metod birinci olaraq Ajaxı öz oynasında amansız pressinqə məruz qoymaq, ikinci Ajaxın öz pressinqindən istifadə etməkdir. Məsələn, baxın, birinci olaraq Ajaxın Marselin qapısında pressinqini keçmək üçün, dəf etmək üçün uzun topdan istifadə edir Marsel və burada komandanın nominal 9 nömrəsi olan Aubameyang biraz içəri, biraz aşağı düşür ki, onunla mən marking oynayan Ajaxın müdafiəçisində burada bas ola bilər, şutalı ola bilər, fərqi yoxdur, özünə çəksin və nəticədə boş açılan mövqeyə Paixão daxil olur və çox effektiv şəkildə o səviyyəli futbolçu üçün bu hədiyyədən istifadə edir və fərqlənir. Ajaxın bütün problemləri əslində komandanın topsuz oyunundan gəlir. Məsələn, bu epizodda baxaq, bu epizodda görürük ki, komanda 5-4-1, 4-4-2 taktikası ilə müdafiə olmağa çalışdı. Məsələn, burada 4-3-3-dür və o da 2 rahat pasla necə rahat şəkildə dağılır. Sizin fikrincə Qarabağ əlinə düşmüş bu fürsəti maksimum dəyərləndirib Bakıda Ajaxı məğlub edə biləcəkmi?